Bəziləri düşünürlər ki, meyxananın qaymaqları rəhmətə gedəndən sonra meyxana öldü. Siz necə düşünürsünüz? Bu doğrudur? Əgər hələ olsaydı, onda Füzulidən sonra da gərək heç kəs olmayaydı. Məsələn, nə qədər şairlər var ki, Seyid Əzimdən sonra, nə bilim, Sabirdən sonra belə onu demək düzgün deyil. Amma mümkündür bir adamın şəxsi fikridir ki, mənə ləzzət verən bu şair idi. Bu getdi mənim üçün də bu sənətin ləzzəti qalmadı. Öz fikrini deyir də nə var ki? Yoxsa ki, filan kəs getdi vəssalam. Aydın biraz fərqli idi nə barədə? Mənim üçün fərqli idi. Aydın mənim ancaq tələbəm deyildi ki. Aydınla biz bir yerdə ömür keçirmişik, bir yerdə çox olub günlərimiz falan. Yəni ki, əzizim idi, dostum idi, qardaşım idi. Bu bir başqa bir məsələdir. Amma şair kimi, yəni o qədər torpaq şairlər yetirəcək ki, inşallah ki, olacaq. Amma Aydından olmayacaq. Vüqardan olmayacaq. Nə bilim, məsələsində Kərimdən olmayacaq, Məşəd Babadan olmayacaq. Çünki bunlar hər biri bir ayrı bir güldür. O gülün iyini bu gül verə bilməz. Hərənin özünə məxsus bir ətri var və hərənin də bir zövqü var. Adam var kəskinliyi xoşlayır, adam var şirinliyi xoşlayır, adam var belə, adam var elə. İndi hərənin zövqü ilə özdə bilərlər. Amma ki, istedadlı insanlar həmişə var olacaq. Yəni bu torpaq yetişdirir də.